Abituriyentlər, hər birinizi xoş gördüm. Mən Rızay Vaysel, Yeni Tam Orta Məktəbinin ingilis dil müəlliməsiyəm və bugün bildiyimiz kimi 9 mart buraxılış imtahanı 2-ci zona üzrə olan imtahanı keçirildi və hal-hazırki sınaq şagirdimin uğurlu nəticəsidir və onun üzərində izahlar verəcəm və hər birinizə əvvəlcədən uğurlar arzu edirəm və izahlara başlayaq. 7 nömrəli testə diqqət edirik. 7 nömrəli testdə bizdən choose a correct preposition for both sentences, hər iki cümləyə olan doğru sözlərini seçimi tələb olunur və cümlələrə diqqət etdikdə to be ifadələrdən to be proud, to be afraid ifadəsini görürük. Biri qorxmaq, biri fəxr etmək deməkdir Azərbaycan dilinə tərcümədə və hər ikisi bizdən of tələb edir və doğru olaraq D variantı seçimidir. 8 nömrəli testdə bizdən exclamatory sentence, doğru nida cümləsi tələb olunur və bilirik nida cümlələrinin sonunda heç bir halda isim əvəzliyi olmur və variantlardan 3-biri uzaqlaşdırdıqda elə A variantı doğru cavabdır. 9 nömrəli testdə isə cümləyə baxdıqda artıq biz orada complex object, mürəkkəb tamamlıq və onu yaradan feil görürük və expect feili də to-nu tələb edən feillər sırasındaydı. Ona görə doğrumuz elə D variantıdır. Növbəti testin izahına davam edirik. 10-cu testimizdə isə bizdən yenə də doğru variant seçimi tələb olunur. O halda diqqət edək cümləmizə. My first day at work wasn't very good. Mənim ilk də iş günüm elə də yaxşı değildi. I have made mistakes və mən səhvlərə yol verdim. Və burada artıq kəmiyyət bildirən sözlər bizdən tələb olunur. Yəni nə qədər səhvlərə yol verdiyimiz nöqtədən sonra birinci növbədə cəm isim görürük və bilirik ki, a little'dan sonra sayılmayan isim tələb olunur. A much'dan sonra sayılmayan isim tələb olunur. Çünki sayılmayan isimlər cəmlənmir və əgər ilk iş günüm çətin idisə, əlbəttə mən səhvi az etmirəm. Fiillar azlıq mənasında elə doğrumuz B variantıdır. Mən çox səhvlərə yol verirəm. 11-ci testə diqqət edirik. We, our friends, next Sunday. Biz gələn bazar günü dostlarımızla, əgər cümlədə next varsa, artıq simple future gələcək zamandan bizə işarə verir, gələcək zaman düstur shall will, ona görə doğrumuz elə D variantıdır. 12-ci testə diqqət edirik. 12-ci testdə isə bizdən yenə doğru modal feil seçimi tələb olunur. O halda nə edirik? Cümlələrdə modal feillərin düzgün sıralamasına diqqət edək. A variantında bilirik ki, has modaldan sonra to əgər gələrsə heç bir halda imkan yarada bilmir. A yanlışdır. Won't be able-ın to-su yoxdur. Yəni quruluş olaraq mütləq o şəkildə olmalıdır. Has-in artıq to-su yoxdur. Doesn't have-ın to-su elə doğrumuz E variantıdır. Və tərcüməyə gəldikdə isə as his English is excellent. Onun ingiliscəsi əla olduğuna görə he will be able to find a good job. O yaxşı iş tapa bilər mənasındadır. O zaman 13-cü testə diqqət edirik. We got 2 packets and of them were from Nick. Biz 2 bağlama aldıq və o Nickdən idi. O zaman biz burada artıq nəyə diqqət edirik? Doğru cavab seçiminə və them cəm isim, yəni cəm əvəzli, cəm xəbər artıq cümlə bizə cavabı göstərir. Vandan sonra of ümumiyyətlə varsa, cəm isim amma tək xəbər olmalıydı, amma bizdə were 2 saytlı cəm xəbərdir. Ona görə van yanlışdır. No ümumiyyətlə ofla uyğun deyil. Every özündən sonra no kimi of almaz. Each ofdan sonra cəm isim amma tək xəbər olmalıydı. Yəni was amma each yanlışdır. Doğrumuz A variantıdır. Yəni both ofdan sonra cəm isim, cəm xəbər. Yəni o həmin hər iki bağlama da Nickdən idi mənasındadır. 14-cü cümləyə diqqət edirik. Bizə doğru interrogative sentence, yəni sual cümləsinin doğru seçimi tələb olunur. O halda nə edirik? Sual cümləsinin hansı növ olduğuna diqqət edirik. Əgər cümləmiz sualda how və WH tiplidirsə special question'dır. Yəni xüsusi sual cümləsi və düsturu var. Sual sözü, köməkçi feil, şəxs əsas feil. Və bu düstura əməl edən abituriyent heç bir halda səhvə yol vermir. O zaman cümləyə diqqət edirik. Ümumiyyətlə bilirik ki, əgər cümlələrdə how many, how much varsa, ondan sonra isim gəlsə belə, sonra of varsa, ofdan sonraki isimlə birlikdə sual sözü götürülür. Ona görə how many pieces of furniture-yə qədər olan hissəmiz sual sözüdür. Ondan sonra köməkçi feil gəlməlidir. Amma burada Z şəxs gəlib yanlışdır 4. Burada both yenidən feil verib əsas feil. Amma biz köməkçi feil olmalıydı düsturda. Doğrumuz elə 1-2-dir. B variantı doğru cavabdır. 15-ci testdə isə choose a pair of plural nouns, yəni cəm isimlərin cütlüyünü seçirik variantda. Person təkdədir, adam, knowledge bilik təkdədir, foot ayaq təkdədir, çünki knowledge sayılmır, o səbəbdən təkidir. Step addım təkdədir, amma woman sözünün cəmidir. Trousers də bilirik ki, simmetrik isimlərdir, qoşan cüt olan 2 hissəli isimlərdir və onlar həmişə cəm olur. Ona görə women and trousers. Qadın və şalvar sözü, qadınlar və şalvar hər ikisi cəmdədir. Doğrumuz elə B variantıdır. 16-cı testə diqqət edirik. Burada artıq uzlaşma agreement mövzusudur və ənti ifadə verilib. Bilirik ənti ifadələr cəmdir. Bir halda cəm olmaz əgər eyni bir başlığı, eyni bir belə deyək, ismi bizə göstərərsə. Amma burada isə my friend and his cousin, mənim dostum və onun kuzeni ayrı-ayrı şəxsləri bildirir, cəmliyi bildirir. O halda xəbər cəm olmalıdır. Bir saytdır və sonra S olan xəbərlər təkdədir. Doğrumuz elə I variantıdır. 17-ci testdə isə diqqət edirik. Doğru artikel seçimi tələb olunur. Biz bilirik ki, by'dan sonra hər hansı bir nəqliyyat vasitəsi gələrsə heç bir artikel istifadə olunmur. Və burada da by bas ifadəsi bizə elə doğru cavabı göstərir. İkinci tərəfdə heç bir artikel olmayan elə doğru A variantımızdır. 18-ci testdə cümlə tərcüməsinə baxmadan fəndə baxırıq. As ifadəsi görürük. Kimi deməkdir? Və adi dərəcədə olan isim tələb edir. Adi dərəcədə more, as və yaxud da most, yoxdur. Elə doğru variantımız D variantıdır. Yəni sadə, heç nəsiz, heç bir şəkilçisiz, göstəricisiz sifət tələb edir. Doğrumuz elə D variantı idi. 19-cu testə diqqət edirik. Doğru bağlayıcı seçimi tələb olunur. Today the weather is fine. Bugün hava gözəldir. The students are going for a walk və şagirdlər gəzməyə gedirlər.
O zaman hansı səbəbdən şagirdlər gəzməyə gedir? Nəticə odur ki, hava gözəldir, yəni o səbəbdən. O nəticə etibarilə gəzməyə gedirlər. O zaman cümlələrdə z, olzu görür. Baxmayaraq ki, güzəşt bildirən mənalayıcı bunlar hər ikisi yanlışdır. Çünki burada güzəşt deyilən bir məna yoxdur. Həm də onlar hər ikisi eyni, sanki mənaca da sinonimdirlər. Yəni onların hər ikisinin variantlı olmağı doğru deyil. İkisindən biri ola bilər ümumiyyətlə cümlədə. Çünki onlar hər ikisi eyni mənanı ifadə edir. But əgər istifadə edirsə ziddiyyət olmalı idi cümlədə. Məsələn, deyə bilərdik ki, hava yağışlı olmasına baxmayaraq tələbələr gəzməyə gedir. Çünki burada ziddiyyət yoxdur, əks məna ifadə yoxdur. Or seçim bildirir, seçim yoxdur. Ona görə doğrumuz elə A variantıdır. So bilirik ki, özündən əvvəl nəyi bildirir? Səbəbi, sonra nəticəni. Ona görə də səbəb odur ki, hava gözəldir. Nəticədə nədir? Şagirdlər gəzməyə gedirlər. Ona görə 19-da A variantı doğru seçimdir. 20 nömrəli testdə isə şagirdimizin özünün qeyd etdiyinə görə kitabçada variantı qeyd edib, yalnız cavab kartında. Yalnız kitabçada isə variantı qeyd etməyib və bunu da imtahan həyəcanı olaraq nəzərə alaq və yenə də biz onun izahına diqqət edək. Donate sərmayə vermək, pul yatırtmaqdır xeyriyyə məqsədilə. Yəni burada money sözü elə bizə işarə vurur. Deməli 1B olacaq. 2 nömrəli testdə value dəyər verməkdir. To think that somebody or something is important. Kiminsə nəyisə haqqında dəyərli olduğunu düşünmək, vacib olduğunu 2C olacaq. Üçüncüdə isə defend müdafiə etməkdir və orada da protect görürük. Üçüncüdə A, yəni B, C, A şəklində doğrumuz elə I variantıydı. 21 nömrəli testin izahına diqqət edək. Cümlə tipinə baxdıqda təsdiq cümlə görürük. Təsdiq cümləmiz nə ilə başlayır? Mübtəda ilə başlayır. Mübtədamız burada the boys olacaq və cümləyə diqqət edirik. 4-dən başlayan 2 versiyamız var. O zaman cümlə sıralamasına, söz sırasına diqqət edək. Birinci mübtəda the boys, ikinci xəbər gəlməlidir. Have been playing. Oğlanlar oynayırdılar. Feilimiz təsirli feildir. Nə oynayırdılar? O zaman tennis qeyd olunmalıdır, amma A variantında sıra artıq pozuldu. Doğrumuz elə B variantıdır. The boys have been playing tennis at the stadium for 2 hours. Oğlanlar 2 saatdən çox, yəni stadionda futbol oynayırdılar. 22 nömrəli testə diqqət edirik. Passive voice match olunub tələb olunur və verilən cümləyə diqqət edirik. How do you make vanilla ice cream? Siz vanilli dondurmanı necə düzəldirsiniz cümləsinə diqqət edirik və burada do bizə indiki zamanın match olmağını göstərir. Burada was keçmiş zamandır. Söhbət vanilla ice dondurmasından gedirsə dondurma sayılmır, xəbər tək verilməlidir və cümlə tipini ümumiyyətlə match-ula çevirməsinə baxmayaraq sual cümləsidir və xüsusi sual cümləsidir. Special question və onun da üstünə əsasən how'dan sonra isim deyil də how sual sözdür, köməkçi feil olmalıdır. İkinci yanlış odur ki, məchul növ seçərkən əmizavoz və olan cümlələr, yəni indiki zamanı məchulu keçmişin məchulunda heç bir halda bin olmur. Çünki o have, has və 3-də olur. Ona görə doğrumuz elə şagirdimizin seçdiyi kimi C variantıdır və 16 sualdan 15 olaraq dəyərləndirdiyi doğru variantımız. Ümid edirəm ki, imtahan nəticəmizi bəyənib, like etməyi unutmazsınız. Bu qədər əzəm.